qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur. Yeni böyük qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırki akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhviyə çevriləcəkdir. Çünki böyük qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib 100 ilin başlandığını göstərən əsas milli ideyadır. Qanun layihəsinin mahiyyətini düzgün izah eləmək, böyük vətən quruculuğunun yeni ideoloji təməllərini və hədəflərini möhkəm əsaslar üzərində qurmaq demək olacaq. Dövlət məcburi köçkün statusunu ləğv etmir. Torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşları doğma yurdlarına və evinin tam hüquqlu sahibinə, mülkiyyətçisinə çevirir. Hər bir Azərbaycanlı üçün qürurlu hadisə 200 illik qaçqınlıq və köçkünlük dalğasına son qoyulmasıdır. Göründüyü kimi iki hüquqi siyasi anlayış bir-birindən tam fərqlidir. Statusun ləğvi hüquq itkisi kimi başa düşülə bilərdi. Lakin layihənin əsas ideyası və məqsədi tamamilə başqadır. Burada insan müvəqqəti məskunlaşmadan daimi mülkiyyət hüququna keçir. Dövlət himayəsindən evinin tam hüquqlu sahibi olur. İndiyə qədər mövcud olan hüquqi çərçivədə, hansı ki indi qüvvədədir, məcburi köçkünlər dövlət tərəfindən verilən yaşayış sahələrindən müvəqqəti istifadə edildilər. İşğaldan azad edilən ərazi